duyğuları dilə gətirən Kərbəlayı Abbas müəllim buradadır. Mən Abbas müəllim dəvət edirəm mikrofona. Buyurun. Mehriban ve rəhimli Allah'ın adıyla. İlk önce bütün şəhid ata-analarını, yaxınlarını, əzizlərini salamlayıram. Bu tədbirə girişanların hamısını salamlayıram. Əli üçün yazdığım 2 şeiri sizin huzurunuzda söyleyeceğim. Bu şiirin yaranma səbəbi var. Şəhid atası Sülədin qardaşımız xəstəxanaya zəng edib qızdan soruşanda ki, o yaralıların içində bax gör, Əli də oradadır. Ata hələ oğlunun yaralı olmasına sevinirdi ki, yaralılar içində olsun. O zaman yazdığım Allah'ın gücü qüvvəti bu şiiri diqqətinizə çatdırıram. Gözləyirdik gələcəksən, göz yaşların siləcəksən. Ayrılığın həsrətini bizlə bircə böləcəksən. Əlim laylay, gülüm laylay, əlim laylay, gülüm laylay. Varlığına doyanmadıq, yoxluğuna inanmadıq. Dediler ki itkin düşüp senden haber duyanmadıq. Əlim laylay, gülüm laylay, əlim laylay, gülüm laylay. Gözünü aç Əli oyan, gönlüne çəkir ata anan. Seni görüp yuxusunda deyirsən ki hələ soram. Əlim laylay, gülüm laylay, əlim laylay, gülüm laylay. Səbirli ol Abbas yanar, hər gecənin gündüzü var. Ürəyimə damıbdır ki, bitəcəkdir bu intizar. Əlim laylay, gülüm laylay, əlim laylay, gülüm laylay. Müharibə qurtardı, gəlmədi səndən xəbər. Atan, anan, yaxınlar, daycanın və qohumlar gözlədi axşam səhər, ağladı axşam səhər, Əlidən yoxdur xəbər. Görən şəhid olubdur, yoxsa düşübdür əsir. Ya ölüsün, dirisin görmək üçün tələsir. Bacının nalə çəkərək saçlarını yolurdu. Ağlamaqdan ananın gözünə qan dolurdu. Atan boynu çiynində ayaq üstə ölürdü. Mənzərə çox çətindir, bunu yaşayan bilir. Bir-birinin dalınca hər gün şəhidlər gəlir. Yenə gəlmədi Əli, nə qazi, nə də şəhid. Yenə dönmədi Əli. Məhəbbətsiz bu həyat Əli üçün dar idi. Əli həna görməmiş nişanlısı var idi. Bəy paltarı geyinmək qismət olmadı ona. Necə dözüb dayansın toy görməyən bu ana. Bir gün xəbər yayıldı, yenə bir şəhid gəlir. Ata, ana, bacının fəryad səsi yüksəlir. Əli tabutda gəldi əsgərlərin çiynində. Bayraqlardan savayı heç nə yoxdur əynində.
Dəfn etdilər torpağa mayın üçü əlini. Abbas qələmə aldı bu şərəfli ölümü. Abbas qələmə aldı müəmmalı ölümü. Bizlər üçün verdilər şəhidlər öz canını. Hər bir zaman yad edək şəhidlər xiyabanını. Qorxu nədir bilmədilər, düşməni məhv etdilər. Bircə onu bildilər, torpaq üçün, vətən üçün, bizim üçün öldülər. Əlbəyaxa döyüşlər düşməni gətdiz dizə, azad edib torpağı əmanət etdiz bizə. Xalqımız canı dildən halallıq verir sizə. Məzarın nurla dolsun, cənnətlik olsun yeri. Yurdumun igidləri, vətənin şəhidləri cəsarətlə döyüşüb, düşmənə çəkib dağı. Şuşamızdan astılar Azərbaycan bayrağı. Qazi tək, şəhid tək döndülər geri. Yurdumun igidləri, vətənin şəhidləri, yurdumun igidləri, şərurun şəhidləri. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə şəfa versin. Amin, amin.